Yayın ən dadlı, ən yüngül desertini bu dəfə biraz fərqli şəkildə hazırladım. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Nisbətən kiçik ölçülü qazança götürüb bir yumurta, şəkər tozu, vanil əlavə edib qarışdırıram. Sonra üzərinə hər stəkana 1 xörək qaşığı un əlavə edirəm. Yəni 4 stəkan südə 4 qaşıq da un götürdüm. Üzərinə südü asta-asta əlavə edib hər dəfəsində qarışdırıram ki, düyünlər olmasın. Südümüzü də əlavə etdikdən sonra ocağın üzərinə qoyub əlimizi çəkməmək şərti ilə qaynayana qədər qarışdırıram. Qaynadıqdan sonra altını söndürüb üzərinə kərə yağı əlavə etdim. Yəqin ki, bilirsiniz ki, şirniyyatlarda duzlu pendirlərin xüsusi yeri var. Bu dəfə Magnoliyada da bunu sınamaq qərarına gəldim. Ankorun yeni istehsal etdiyi krem pendirinin yarısını bura əlavə etdim. Qarışdırdım və dadına baxdım. Çox ləzzətli bir dad alındı. Çiyələkləri bu formada doğradım. Magnoliyaya uyğun olan stəkanlarınızın hər birindən istifadə edə bilərsiniz. Piti bir peçenyalarını rondodan keçirdirəm. Stəkanın ən aşağı hissəsinə peçenya ovuntusu tökülür. Çiyələkləri stəkanın divarına yapışacaq şəkildə bu formada yığırıq. Üzərinə hazır olmuş, biraz da soyudulmuş pudinqimizi əlavə edirik və üzərinə yenidən peçenya ovuntusu əlavə edib soyuducuya göndərirsiniz və sərin-sərin nuş edirsiniz. Hatırladım ki, bunu bananla da edə bilərsiniz. Hər ikisi ilə də əladır.